Elmar'ın sinif yoldaşı Şehriyar bugün bize gelmişti. O Türkiye'de okuyurdu, Elmar da işləyirdi. Bir otaqda qalırdılar. Maşınla harasa gedirmişlər. Sürücü Türk imiş. Bizim gözəl musiqimiz olan Sarı Gəlin mahnısını oxudurmuş. Arxadan bir erməni oğlu gəlib, saxla deyib, mahnını dəyişdirib, erməni mahnısı qoyub. Yenə keçib yerinə. Elmar arxadan gəlib, saxla, saxla deyib. Azərbaycan Sarı Gəlin mahnısını qoydurub. Sürücünün yanında dayanıb, erməni oğlunun üzünə baxırmış. Üzünə baxa-baxa musiqiyə qulaq asırmış. Şəhriyar mənə deyəndə ürəyim çırpındı, çırpındı. Oy, qorxmurdu bıçaqla vura erməni ona, ay oğlum, sənə qurban. Dedi ana, Elmar deyirdi ki həmişə, mən ermənidən mən qorxmuram. Ürəyim yaradı. İnanın mənə, ürəyim yaradı.